Paşinyan Ter-Petrosyanı da təhqir elədi. Kilsə ilə dava böyüyür. Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin keçmiş prezidenti Levon Ter-Petrosyanın bütün ermənilərin katolikosu 2-ci Qareginə hökumətlə gərginliyi fonunda dəstəyini şərh eləyib. Report xəbər verir ki, Paşinyan müvafiq paylaşımı öz Telegram kanalında eləyib. Levon Ter-Petrosyan Ermənistanda seçkilərin saxtalaşdırılması təcrübəsinin banisidir və o, əlbəttə ki, özü kimi populist, fırıldaqçı və dələduzu dəstəkləməlidir deyə o yazıb. Qeyd eləyək ki, iyunun 7-sində Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan 2-ci Qareginlə görüşüb və ona dəstəyini ifadə edib. Eyni zamanda Ermənistan hakimiyyətinin 1700 illik kilsəyə qarşı antikonstitusyon qəsdlərini pisləyib. May ayının sonunda Paşinyan və həyat yoldaşı Anna Akopyan Facebook səhifələrində Erməni Apostol kilsəsinin nümayəndələrinə qarşı kəskin, təhqiramiz bəyanatlarla çıxış ediblər.